Ve artık YouTube üzrə də yayınımız, kaydımız belə deyim başladı. Bir tərəfdə Ve bir daha deyim, Nicat'tan. Buyurun Fuat Bey. YouTube'da izleyenler belə deyim, yayın kaydını izleyenler bu saniyeden sonra izleyebilecek. Onun için YouTube'da izleyenler için bir daha diyeyim, The Surname ve Sodaline komandaları arasında baş tutacaq bir qarşılaşmadır və qalibin play-off'a adını yazdıracağı bir qarşılaşmadır. Prospekt'ten Nathan'ın seçildiğini görürük. Zesurleyim'den ve Iseon'dan, Young'dan, Lapu ve Angela'nın seçildiğini görürük. Yenilerimizde hamımız hoş gəlmisiniz. Hələ ki, hansısa bir təcrübələndirən pik varmı səncə? Yəni bu oyuncu bunu seçməməli idi və yaxud da seçməzdi dediyin bir pik varmı? Hal-hazırda belə deyim sizə, məsələn midi gücləndirə bilərdilər Zesurname klanı. Yəni ADC pikini seçdiyini görürük. Məncə Sol Lane'in piki daha fightları, yəni Turtle fightlarına daha güclü olacaq. Baxmayaraq ki, Apollo məsələn Young'a qarşı üstünlük kura bilər lane'də. Çünki Lapu'nun həqiqətən də belə başlayalım necə deyək, counter pikidir. Ariboi ilə öz hero'sunu seçdi. Mikoto'nun banını gözləyirik. Draftlara baxsaq, hər iki komandanın draftı yaxşıdır. Sadəcə artıq iki ADC bəzi MPL oyunlarına baxsaq alınmır. Yəni ormancları ADC olduqda, yəni nişancları biraz daha təcrübə koridorundan seçildiyi piklər olur. Bəlkə də bir planları var deyək. Belə düşünürüz, Zesurlane planı. Oyunda da indi görəcəyik. Necə bir oyun göstərəcəklər bizə. Draftları pis deyil əslində, yaxşıdır. Bu arada yeni gelenler için aslında bizim ilk karşılaşmamız Razors ve Gökbörü arasındaydı. Bu maç Razors'ın 2-0'lık erken bir qələbəsiyle yekunlaşdı. 22 dəqiqəyə 2 oyunun cəmində yekunlaşdırdılar. İkinci karşılaşma aslında One Trick Pony ve Viva La Liberte komandalar arasında baş tutmalıydı TikTok üzerinde, ancak bu oyunda One Trick Pony bir oyuncusunun iştirak edemeyeceği sebebinden bu oyuna çıkmadı. Bu sebepten turnirin 3. turun 3. oyunu, TikTok üzerindeki 3. oyunu hal-hazırda Sodaline The Surname oyununu izləyirsiniz. Məncə bu oyun əvvəlki Razors Gökbörü oyunundan fərqli olaraq late-ə qalacaq. Yəni erkən bitəcəyini düşünmürəm. Çünki əvvəlki oyunda səhv eləmirəmsə ilk xəritə 9 dəqiqəyə bitmişdi. İkinci xəritədə 12 dəqiqəyə təqribən bitmişdi. Amma bu dəfə məncə gərgin keçəcək bir qarşılaşma izləyəcəyik. Hər iki komanda təcrübəli komandadır. Zesurlane və Sol Lane komandası. Və bu səbəbdən yəni diqqətsiz hərəkətlər daha az olacaq və yaxud da heç olmayacaq. Və yəni komandalar turnir komandaları olduğu üçün həyəcan və sair kimi faktorlar da nisbətən daha azdır digər komandalara nisbətdə. Və dediyiniz kimi əslində Sodaline artıq qlobal təcrübəsini artıran komandadır yavaş-yavaş. Tez-tez Azərbaycan milli çempionatlarının qalibi olurlar. Azərbaycanı təmsil edirlər. Bəli. Bu arada Mikoto'dan Nolan seçimi gəldi. Nolan da həmçinin GCC kimi tez farmlaya biləcək pikdir. Yəni nəzərdə çatdırım ki, Nolan'la bu sezon qlobal 10 olub Mikoto. Azərbaycanı təmsil edib, yəni qlobal sıralamada 10-cu yerdə idi. İndi hal-hazırda bilmirəm nə qədər özünü genişlədib, yəni hər həftə dəyişdirir bilirsiniz. Və son Surname oyuncuları da artıq hero'larını pikləyir.
Birinci oyun deyəndə TikTok'daki ilk oyunun qalibi Razors komandası olmuş. Gökbörüyə qarşı 2-0 qalib gəlmişdi. YouTube'dakı oyunların nəticəsində deyim. YouTube'da ilk öncə Rhinorix və Dream Factory komandaları qarşılaşdı. Rhinorix 2-0 hesabı ilə qalib gəldi. Daha sonra Primordial Origin Eternal Darkness'ə 2-0 hesabı ilə qalib gəldi. YouTube'da hal-hazırda Nocturno Reges və Gok komandalarının oyunu var. İstədiyiniz oyunu izləyə bilərsiniz. YouTube linkimizdə Azərbaycan Esports Federation olub və yəni həmin kanalda hal-hazırda canlı yayım davam edir. Şerif də öz seçimini etdi bu arada. Kimi seçimi gəldi Şerifdən. Kimini nəyə görə seçdi? Büyük hasarını tamamlaya bilməsi üçün, yəni bildiyiniz kimi Angela bir dəstək herosudur. Hal-hazırda MPL-də də həmçinin middə oynanılır Angela. Yəni əvvəl Rom'da oynanılırdı. İndi middə oynanılır. Yəni Turtle-u Angela mid olduqda Turtle-u udmaq daha yaxşıdır. Çünki oyuncuların ölümsüz kimi bir şeydir. Yəni çox gücləndirir həqiqətən. Şerif burada kimini seçdi? Yəni büyük hasarını tamamlamaq üçün. Bəli, bu komandaların ilk qarşılaşması Best of 3 şəklində keçirilən turda ilk həftəni, ilk oyunu görürük. Bu hal-hazırda görüşünü verdi YSS'nin. Hüseynov'dan bir həmlə gəlmişdi, amma geriyə çəkildi. Hələ ki Early game'də biraz Angelanı düşürmək çətindir. Həm hasarı çoxdur, həm də ki sürətli can hastalığı üçün. First Blood Şerifdən gəldi. Nice Şerif. Haribo oyununda Haribo dəstəyi çox gözəl oldu. gördü. Bəli, Haribo çox gözəl stunladı onu. Flickini belə istifadə edə bilmədi Nicat. Oranı alacaq yəqin ki Şerif, amma yox. Hüseynov icazə verməz ona. Hüseynov Şerifi tamamlaya bilərmi? Yox, çıxacaq Şerif burada. Şerif hətta onun üstündə üstünlük görə bilər. Hüseynov da Flickini də aldı güzel Şerif. Nice. Şerif Doğru, Flickini aldı. Əla. Burada Aribo'nun və Mikoto'nun pusunu görüyor. Artıq Turtle'la başladılar. Yəni gecikəcək Romları. Rahatlıqla. Turtle'ı Nice və artıq qırmızı buff'ına oynadığını görürük. Çünki Seon'un burada ultisi var. Yanga ultiləyir. Və burada qırmızı buff'ını alacaqmı? Qırmızı buff'ını alırlar. Və burada nice. Luskapı da düşürməyə bacarır. Burada Mikoto. Nələr edirsən sən? Mikoto bu arada həqiqətən də global olduğunu bizə bir daha sübut edir. 3-0'lıq üstünlüyü var. Soda Line'ın. 3-0 və ilk Turtle'u da aldılar və qarşı tərəfin qırmızı buff'ını da almağı bacarırlar. Yang'ı bir dənə görsəniz zəhmət olmasa middə. Yang burada Luskap'ı da düşürməyə bacarır. Nice. Usanov öldü. Mikoto can azı. Biləcək burada Harry Potter, ay Mikoto qaçdı oradan. Artıq Luskap'ın 0-3 və artıq Mikoto'nun 7 level olduğunu görürük. Çox erkən 7 level oldu əslində bu.
Çünki artıq mavi buff'ını alıb, qırmızı buff'ını alıb, turtle alıb. Luskap çox geriyə düşüb. Şerif burada Nicata solo kill ataraq ikinci dəfə artıq üstünlüyünü əldə saxlayır. Şerif'in üzerinden Şerif artıq gelecekler burada. yox, Şerif çıxacaq oradan. Bilir artıq. Çünki oyuncuları aşağıdadır. Belə vəziyyətdə Şerif yəni açılmır. Bu arada bu dəfəki Turtle'a Surname komanda sonuçları daha yaxındır. Baxaq Soda Line'dan bir hücum gələcək mi Turtle tərəfə? Şerifin canı azdı. Luskap'tan bir oyun gördü. Luskap onu düşürə bilmədi. Luskap bu Gəldi. Turtle'u salıb məncə ən yaxşı farmla davam etməlidir. Çünki mavi buff'ı çıxır. Turtle udursalar mavi buff da gedə bilər. Nicatdan burada bir ulti görür. Nicat çıxmaq vəziyyətinə qalır. Luskap başlayıb Turtle'a. Nolan Luskap orada mavisini tək bu alır. arada. İndi Apollo ona köməyə gəldi. Və Yankdan Luskap bir aldı. flip görür. Nice. Da Luskap'da düşmeye bacarırlar. Apollo qaça biləcəkmi? Allah onu stunlayır Alibo Kaça və bilmədi. nice double kill Şerif. Harry Potter. O da qaça bilmədi. Qaçılmadı yox. Mikut artıq mavi buff'ını alır. Nicatın da işi çətindir və 1-1 Nice. Soda Line oyuncuları Surname'i düşürdü. Tək-tək hər kəsi düşürdülər orada. 10-0 və artıq kule zamanı deyib Young artıq kömək edir Şerifə. İş 4'ünü açmağı bacarır. Və nice Mikoto. Çox yaxşı oynadı. Tek attı, tek attı. Farmı çoxdur. Agresivdir Mikoto'nun sanki Soda Line əslində oyuncuları. Mikoto'nun əslində aqressiv oynamağı səbəbi, yəni görüşü olmadan onu çalıya girməyə səbəbi, yəni Angela'nın ultisinin olduğunu bilir, yəni heç bir vəziyyətdə ölməyə bilər. Çünki bəzi oyuncuları artıq xəritədə görüşü var idi, təkcə Luskap'ın görüşü yox idi. Yankdan bir ulti görür, Luskap'ın üzərinə Aribo və burada Usanov da düşməyə bacarırlar. Apollo düşəcəkmi, düşməyəcək. Luskap tək qalıb Yank üzərinə doğru həmlələyir və burada double kill Şerif Nicatdan bir ulti görür. Nicat düşəcəkmi burada? Şerif hələ də aqressiv oynamağa davam edir. Və burada qırmızı buff'ını aldığını görürük oyuncuların. 13-0. Çox üstün 13-0 oyun və artıq Yank artıq. Nice Mikoto'nun əl tezliyi və Mikoto'nu düşürürlər. Shutdown'ı da Nicat alır. Usanov'dan çox gözəl görüş gördü və külənin altına atmağı bacarır Usanov onu. Şerif Young ikilisi buradadır. Üzerine gelen de Surname oyuncuları Hüseynov'la Şerif karşı karşıya. Şerif burada 1 vs 4 atır. Gördüğünüz kimi əziz izləyicilər. Şerifdən bir ulti gördük və burada Apollo çox öndədir. Və burada mavi bufflarını alıb artıq Turtle'u başlamalı. Yox, Turtle'u salırlar, birbaşa Lord edəcəklər. Sodların komandası. Çok agresifdi Soda Line. Çok Oy agresif. oy 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 oy. Yankdan Apollo bir kilini- flick gördük. Apollo burada düşə biləcəklərmi? Alibo düşə biləcəklərmi? Alibo yoy 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 yoy. Düşürdülər. Alibo məncə çox dayandı orada. Fade'ini alabilecekler mi? Şerif Luka. Şerif Luke. Ben Luka Yox. Şerif artıq 8-0-dır və Gökranı artıq çeklənir. Mikoto burada Harry Potter'da düşməyə bacarır. Yankdan bir ulti görürük. Nicatı düşməyə bacarır burada. Iseon. Young ikilisi. Artıq mid turret'ında alma oyun 7-2 hesab. Artık buradan comeback atmak çok çətin olacaq Surname'e. Farm cəhətdən, oyun cəhətdən artıq levellər çox üstündür. Çox fərq var artıq. Çox fərq var. Həm level fərqi, həm sayı üstünlüyü, həm turret üstünlüyü çoxdur. Bu arada Lord'da artıq Lord xəritəyə bəli eniş edib və Yankdan burada 2 nəfər standalını görürük. Hüseynov qaça Midi ala biləcək mi oradan? biləcəklərmi? Hüseynov qaçdı. Shutdown'u bu arada Şerif Şerifi düşməyə bacarırlar, amma özü də ölür Luskap'ın.
Şerifdir bu arada. Orada İlk dəfə shot, hələ ki öldü. shotdownlar bəli, shotdownlar gəldikcə bildiyiniz qədəri, yəni farm fərqi biraz üstünlüyə bilər. Çünki ilk dəfə ölürdü. Burada hələ ölməyən bu arada Young və Ision var. Lord'u da indi Sodalayın alır. Aldı artıq. İndi yavaş-yavaş toparlamalıdır Sörneyim, amma bacaracaqlarmı? Əsas məsələ budur. Lord artıq oyuna daxil olacaq. Bir neçə saniyə sonra. Orada Haribo Haribo sadəcə görüşlərini verir. Onun üstünə oynamazlar mənim fikrimcə. Çünki Lord gəldi. yox, T2 kuleləri qalıb, onu açacaqlar. Haribo orada görüş verir, Şerif burada T2 kulesini açır. Yəni Lord'dan maksimum istifadə edirlər. Midin partlama kulesi olmadığını bilirlər. Lord'la birlikdə hücuma Hepsindən bir başladılar. ulti, Yang içeri daxil olur. Yang ultili Rusanov, Yang burada çok hasar yiyir və üzerine doğru daxil olur. Nice, Rusanov da düşməyə bacarırlar. Yang burada düşür. Geriyə qaçır Sodalayın oyuncular, canlar azdır. Lord'u tək Evet. qoydular orada. Yəni Lord'dan full istifadə etdilər. 2 inverter kulelerini açdılar. Təkcə bir inverter kuleləri qalıb. Young da oyuna qayıdacaq 5 saniyədən. 10-cu dəqiqəni geridə qoymuşuq və artıq Sodalayın yavaş-yavaş qələbəyə yaxınlaşır ilk mapdə. Hüseynovu da düşürdə bilərlərmi? Qaçır hələ ki. Yox, bilikinə çıxır. Agresif oyun davam edir Sodalayında. Farm fərqləri çoxdur, ona görə hələ də Mikoto burada çox hasar yiyir, geri çıxmalıdır. Angel'dan bir ulti görürük. Young da köməyə gəldi. Mikoto'nun canı biraz azdı. Və Young'dan orada bir ulti görürük. Oy Şerif. Double kill ataraq və oyunu tamamlayırlar əzizləyicilər. Birinci oyunun qalibi Sodalayın olur. düşündüyümdən daha tez yekunlaşdı əslində. Amma Mən ilk dediyim başda kimi Sodalayın artıq belə deyim sizə, özünü çox genişlədib. Həqiqətən dəhşət çox genişlədib özünü Sodalayın. Və MVP'ni də Şerif aldığını görürük burada. 11'ə 1. Maraqlı oyun idi, amma mən dediyim kimi oyunlarını çox genişləndirlər Sodalayın. Həqiqətən də scrimləri olsun, məşqləri olsun, mən birbaşa onların oyunlarına şahidəm. Hər gün oyun analizləri olsun, keçirdiyi məşqlər olsun Şerifin, yəni komandanın disiplini olsun, bir-birlərinə oyun uyumu olsun. Yəni çox gözəldir. Mən onların oyununu çox bəyənirəm. İkinci oyunumuza keçsəydik, məncə Surname artıq toparlamalıdır. Bəli, Ona bir ikinci cavab oyuna olmalıdır. keçid edərkən siz də yayını bəyənə bilərsiniz. Biz də o arada ikinci oyuna yavaş-yavaş keçid alaq. Və ikinci oyunumuz başlayır.
İlk oyunda 11 dəqiqənin tamamında Sodalayın üstün olmağı bacardı. Surname üzərində və indi bu cütlüyün ikinci xəritəsinə keçid alırıq. İkinci oyununa keçid alırıq. Yayını bəyənərək və paylaşaraq digər MLBB severlərində turnirdən xəbərdar olmasına səbəb ola bilərsiniz. Qeyd etmək istəyirəm ki, Azərbaycan Milli MLBB Liqası Federasiya tərəfindən təşkil olunan ilk MLBB liqasıdır və Xəzər turniri adını daşıyır. Gələcək planlarda 2026-nın planında artıq ən azı 3 turnir hədəfə qoyulub. Ümumilikdə turnirlərdən xəbərdar olmaq üçün mənim səhifəmdə izləyə bilərsiniz. Və ilk banlar olunur artıq komandalardan. Haribo indi banını edəcək. Welcome to Grog's Castle, tiny friend. Düşün banına gəldi Ulduz Kaplan. İndi Şerif öz hero'sunu seçəcək. I fear no kraken, for I am the invincible Lancelot. It is in despair that I see the fondest hopes. I am not the only Apollo da one bound by these öz chains. pikini etdi. Bones of steel. From cinder to flame, I've shed the ashes of the past. Yayına yeni gələnlər üçün Surname Sodaline qarşılaşmasında ilk xəritəni Sodaline komandası qalib gəldi. Biz bu cütlüyün ikinci qarşılaşmasındayıq.
3-cü piklərdə gəldi. They call me a hero because I saved my nation from falling apart. Even the strongest of currents fail to claim me. Hayabusa, Sanjo. Və son banlarda olunur. Got him lined up in my sights. Nizatın seçimi ilə də artıq komplar quruldu, herolar seçildi. Və oyunumuza başlayırıq yavaş-yavaş. 1-0 Sodaline'ın xeyrinə baxaq. Hansı komanda playoffda yerini alacaq? Qeyd etmək istəyirəm ki, məğlub olan turniri tərk etmir, oyuna davam edir. 2-1 olur prinsipdə. Və turnir formatı Swiss sistemi olduğu üçün 2-1'lərlə oynayır bu komanda. Oyunumuza keçid edirik. Burada baxsaq ki, Selena'nın orman amblemi ilə girdiyini baxa bilərik bir dənə nəzər tutun. Savaş büyüsünə baxın Flick'in yanındakına. Aysal. Ona baxın. Aysal, hə. Orman amblemi girir. İnşallah bir məlumat verim sizə. Middə Selena oyunçuları, ümumiyyətlə MPL-də yəni belədir. Aysel'in də bunu təkrar edir. Orman amblemi ilə girir. Və ormanı o qədər sürətləndirir ki, yəni hal-hazırda mavi buff'ın necə tez aldığını görəsiniz və qarşı tərəfin ormancı hələ də mavi buff'ını aldığını görəsiniz. Hal-hazırda Saber gəldi, Apollo'dan maraqlıdır. Yəni baxın. Artıq mavi buff'ını alıb demək olar. Lancelot aldı mavi buff'ını. Baxın, Saber'a baxın. Orada Saber göstərilir sağ tərəfdə. Ormandadır. Belə də mavi buff'ını almayıb. Hal-hazırda indi aldı. Artıq Lancelot midə bir baskı görürük. Yəni Şerifin bir qədər üstünlüyünü görürük. Orada iki oyuncu var. Çok aşağıda Ustanov Flick'indən və Şerifi düşmeye bacaracaqlarmı? Yox. Olunmadı. Başda orada. Şerif burada safıyla çıxır. Hələ ki bir növ komandaların bir-biri ilə tanışlığıdır sanki. Yüz-üzə gəlir komandalar. Ayşeon hər yerə görüşünü qoyub. Bu arada Harry Potter Kagura ilə çox gözəl oyunu görmüşdük keçən oyunlarda. Harry Potter üzərində bir Mikoto'nun baskısı var. Slot alınabilirdi ama Hüseyinov komandaya ulaşan köməyə gəldi burada. Hüseynov'u düşürür indi. Sodaline oyuncularından Harry Potter hem Hüseyinov. Düşərsən Mikoto. Mikoto burada
Çox gözəl oyun göstərdi bizə Lancelotla və burada Apollo sapın olmadığını bilir, Şerifin onu düşürtdü. Burada düşəcəkmi? Nice. Apollon'u da düşürtməyə bacarırlar. Turtle. Kime kısmet olacak? Yəni Turtle artıq mən deyərdim ki, Sod Lane'dədir. Heç ormancıları yoxdur. Görüşü var. Mavi buff'da bir görüş qoyub Iceon. Ya Mikato tek başına Turtle aldı. Nizat Ay. geldi ona ama Young üstünə doğru oynayır Apollon'un. Haribo stunladı. Orada Nizat'ı kaçabilecek. Young hələ də davam edir. 22 atır orada. Bax çıxacaq. Young sadəcə orman darlayır. Güzel bir həmləydi həqiqətən o First Blood'un alınma səhnəsi. Çox yaxşı oynadı orada Sodoline komandası. 3-1 hazırki vəziyyətdə. Şerifə qarşı bir oyun görürük. Alibo hələ də görüşünü saxlayır, vermir. İndi üzərinə gəldi Uskam ama Skap çıxdı. qaçır. Bu arada Harry Potter çətin vəziyyətdəydi. Apollon'un köməyi gəldi orada Mikoto. Arkasınca gelirdi Harry Potter'ın ama Apollon'u düşürməkdə yetindir. Mikoto. Əslində yaxşı həmlədir, yəni ormancıların düşməyə daha yaxşıdır. Ama birini alım ikinci de gelsin dediler. Öldü, Hüseyin öldü o. Ovasyon'un Öldü. düşürdü. Iceon düşürtdü onu. Harry Iceon'un yəni stun'ı var idi onun üstündə. Düşəcəkdi onsuz da. Şerif burada mid farmını alır və yuxarı qalxacaq. Yuxarı zəptumuzu göstərin. Apollo burada görüşünü alır. Turtle'da 10 saniye gelir. Mikato'nun sanki bir carry kimi oyunu görürük. Burada Şerifi düşürməyə bacaracaqlarmı? Şerif çıxır burada. Kaçmağı bacarır ama burada Apollo kaçmağı bacarır. Nice. Yangın elinden. Apollo'nu da düşürməyə bacarırlar. Turtle'da alınacak yavaş yavaş. Jat ve Young karşı durması var ama buradan bir şey çıkmaz yani ki. Yox, bir şey çıxmaz buradan. Hüseyin of kill'i alınabilir bu arada orada. Şerif tamamladı. Nice. Tanısı düşürməyə bacarırlar. Manası yoxdur. Peki hiçbir Harry zamanı Potter köməyinə gəlir. güllərini düşürməyib. Ee, 5 dəqiqə. Gülləni alacaqlar çox güman ki. 5 dəqiqəni gerdə qoymuşuq. İndi başlayır. Sodolayın. Artıq obyektlərə doğru oynamalıdırlar. Iceon görüşünü verdi və Hər tərəfdən Mikoto bir və Young düşürsə midi düşürməyə bağlılar, midi alırlar. Burada oyuncuların gəlməyini gözlə və gəldi oyuncuları. Bura oynayacaqlar indi. Sudlane komandası. Şeylərdir amma orada qaçabildi. Aribo qaça biləcək. Oyuncuların canı çox azdır və burada arada qalmış Usanov düşürməyə bacarırlar. Nicat da bura yaxınlaşır. Stanley Iceon'unu və Young üzərinə doğru ultiləyir və Young'ı double kill Nicat da düşürməyə bacarırlar və ilk turtu adici kulesinə alırlar. Sudlane komandası və bu arada midlər də yoxdur. Midlərin olmamağı daha çox orman baskılarını səbəbdir, belə deyim sizə. Iceon burada stunlayır və 2 midi ultiləyir və nice, Apollo ulti ata bilmir və onu düşürürlər. Çox gözəl komboydular. Ki verdisə Alibo, Kimi və Iceon üçlüyü necə stunladı Apollonu, imkan vermədilər ultisini atmağa. Kompakt oyun çox yaxşıdır. Communication hiss olunur ki Sodolayının sörneyimi nisbətdə çox yaxşı. Birlikdə kombolamağı, uyumları çox gözəldir həqiqətən Sudlane'in. Artıq
bir Soda Lane klassikası. Hər tərəfdən baskılar başlayıb, aqressiv oyunlar başlayıb. Buradakı Kill aldıqca onlar turretlar oynayırlar. Belə deyim, bu oyun killlə yox, kule ilə udulur. kuledə alınacaq indi. Evet, alınacaq bəli. Və orada da Mikoto tək başına turret almağı bacarır. Oy, Osmanlı çox gözəl ultilədi. Buradan bir şey çıxacaqmı? Nicat arada qalır. Nicatı düşməyə bacaracaqlarmı? Nicat düşür. Düşdü, nice. Mikoto içəri daxil olur. Mikoto çıxa biləcəkmi oradan? Aribo'dan bir ulti gördük. Shutdown alır Usanov və burada Iseon Apollon da düşməyə bacarır. Nice. Şerif də burada düşür. Luskap burada double kill alaraq komandasına bir qədər farmı qazandırır əziz izləyicilər. Haribo və Young qaldı burada təkcə. Mid oynuyorlar ama bura gələn Surname oyuncular var. Onlar geri çəkilməlidir burada. Komanda yoldaşları da. Onlara köməyə gec gələcək. Əziz izləyicilər, bəzi nüanslar çatdırım sizə. Saber 5'li oyunda, yəni qarşı tərəf sizə oynatmaz, yəni oyunu bilən insanlara qarşı oynamaq çox çətindir. Saber bir suikətçidir. Yəni ona qarşı necə oynanılır bilirlər. Bu arada O, Harry Potter'ın nice. başına. Tək başına. Çok yaxşı oynadı buradan Mikoto. Young və Şerif Sanov ikisi birlikdə burada qaldı. Aribo ultiləyir arxasını. Nicat da burada çox harda qaldı. Nicat çıxa biləcəkmi buradan? Yox, çıxa bilmədi. Düşürəcəklər onu. burada Şerif'e qismət oldu. Double kill. 18'e 5 yeni fərqi açdılar. Yəni Saber'a qarşı ormancılar biraz çox zəifdir, belə deyim sizə. Yəni Saber'a qarşı necə oynamaq lazımdır, Solan oyuncuları çox gözəl bilir. Yəni harda pusacaqlarını və harda necə oynayacaqlarını çox gözəl bilir. Yəni gördüyünüz kimi ultisi ilə belə hasar çıxarda bilmir. Lord da doğulub ama bunun əvəzində Soulline oyuncular 1-1. Surname'i məhv edir fərsədə. Haribo'nun üzerine bir oyun ve Haribo killini aldı. Uska. Lord'u alırlar indi. Lord'la bir hücum başlayabilir. Əslində oyuncuları belə deyim sizə, Lord'u salmalıdır Solan oyuncuları. Çünki qarşıda ormancıları var. Məcburen Lord'u pozurlar. Ormancılar yoxdur, salmalıdırlar. Lord'u alacaqlar mənim fikrimcə. Və alır, Apollo alır dediyim kimi. Lord'u alır. Sizə Surname Yanında puanı. düşəcək orada. Yangı da düşməyə bacarırlar. 10 dəqiqəni yerdə qoyduq artıq. Surname yavaş-yavaş toparlayır və bir gülləndə qırdılar. Dağıttılar indi. Buradan bir comeback gələ bilərmi? Haribo bir comeback istəmir deyəsə. Mikoton da düşməyə bacarır. Burada Harry Potter. Oy, burada Ision da düşməyə bacarırlar. Uskap'tan gelen bir kill. 3 oyuncu düşürdü pindi. Bir gülləni də aldılar. Bu yerdə əslində üstünlüyə keçdi Surname. Lord da sağdır. Usanov'dan bir ulti görəcəyik. Yox, Lord'la. Ultisini atır və oyuncularını püskürdür də ala. Young əslində başlarını qatır hal-hazırda komandasının Lord'u qazandırmağı üçün düzgün elədi. Çünki oyuncuları, məsələn belə deyim sizə, o Lord'la digər kuleləri ala bilərdilər. Harry Potter burada ən düzgün elədi mənim fikrimcə. T2 kulelerini açtı. T1, T2 kulelerini açtı.
Əla Zestrun'un planı belə davam etsələr oyunu fırlada bilərlər. Bu qədər farm üstünlüyündən farmı keçdiyini görə bilirik. 2K farm üstünlüyünü keçdilər. Young yeniden doğuldu bu arada. Yeni bir hücum dalgası başlayacak mı Soda Line'dan? 13 level bir Apollo var bu arada. Necah 13 de olup artık. Gerçekten Young 13'tü. Mikoto tamamıyla 15 olup. Farmlar çok yakındı. Biraz üstünlüğü var elinde Surname'in. Burada görə bilərsiniz ki, Luskapın farmı həqiqətən çoxdur. O Luskap düşməlidir. Düşməsə oyunu daşıya biləcək potansiyaldır. Çünki bilirsiniz ki, Nathan ən çox hasara sahibdir adizlərin arasında, yəni late game'də. Ən çox hasara sahibdir. Burada o tapıyla çıxmağı bacarır. Skap bu arada. Ultisindən flikindən çıxır. Oy hasara bax. Luskapdakı hasar çoxdur. Luskapı düşürmədilər. Nice double kill arayıb olmuş. Bəli, Luskapın hasarı triple kill. Nice Luskap. Dediyim kimi Luskapın hasarı çoxdur, onu düşürmədilər. Və Lord'u da almağı bacarır Luskap. Nice. Oyun yavaş yavaş. Məncə artıq Zestrun'un qalib ola bilər. Ben Surname'in fiiline çevrilir oyun yavaş yavaş. Onda Young engellemeye çalıştı ama yok, engelleyebilmeyecek. Artık Soda Line müdafiə xəttinə çəkildi. 5-13 hücum edir Surname komandası. Lord da bir tərəfdən gəlir. Hello. Necə qoruyacaqlar Lord'u, baxaq. Usanovdan çox gözəl 3 nəfərə qarşı bir ulti görüyor. Luskap içəri daxil olur. Luskapı düşürə biləcəklərmi? Xeyr. Luskapı stunlayır Astion və burada saf ilə çıxmağı bacarır. Və Apollo, Şerif Apollo da düşməyə bacarır. Luskap hələ də sağdır və kuleyə vurur və nice. Surname hesabı 1-1 edir. Əlasan Luskap. Luskap sanki bu oyunu öz komandasına qazandı. Daşıdı, həqiqətən daşıdı, halal olsun. 13-0 adam bir dəfə də ölmədi. Və oyunu MVP olaraq tək başına daşıdıq deyək. 15 dəqiqənin sonunda qalib olmağı bacardı və biz bu ikili arasında 3-cü xəritəyə gedəcəyik və qalibi belirləyəcək xəritəyə. Hesab 1-1-dir. İstəmədə qalın əziz izləyicilər.
My kiss, will it grant immortality or death? Said you wanna see my best side. No, I don't think you wanna know what that's like. Think I need to be chastised. So put me underwater like I'm baptized. Drown me in my sins. Among the plains exists a Do it. which I like the way it feels when you leave me in one. Said you wanna see my best side. Best side. Said you wanna see my best side. Best side. Said you wanna see my. Open up the cage and let me in. I can give you what you want, just take control of me. Don't ask for it. No, I'll give you more than just a fit. Artıq 3-cü oyunumuza keçid aldıq əziz izləyicilər. Hər biriniz xoş gəlmisiniz. Və burada Sword Lane artıq fikirləşdi ki, Nathan, bayaqki Nathan deyil. Bayaqları birinci oyunda fikir verirsə Nicat 64 oynayırdı Nathan'ı. Luska buna göstərdi ki, verin mənə Nathan'ı, mən göstərdim sizə necə oynamaq lazımdır və 13-0 tək daşıdığını gördük Luskab'ın. 3-cü oyunumuzda artıq necə bir oyun göstərəcək Luskab bizə. Luskab hələ daha recidədir. Necat'tan Pavios pikini gördük. Bu arada Zışırniyem komandasının pikləri həqiqətən yaxşıdır. Baby, I'm wasted.
flight in the morning, but I'ma love you anyway. I'ma love you anyway. The tyrant of wrath and serve this wretched world. Me won't come around again. Another one of me won't come around again. So let me love you now. With the lights down low, I'ma let it show. Another one of me won't come around again. Another one of me won't come around again. And you can't save a thing. With the lights down low, I'ma let you know. I'm sorry for the pain I caused. Oyunumuzu artıq 20 saniye sonra keçid edəcəyik əziz izləyicilər. Şerif bu arada Moskovu seçib. Luskap Granger pikini alıb. Şerif bu arada Moskovla qlobal pilliyə qalxıb bu sezon. Məncə pikləri çox əladır. Hər iki komandanın da pikləri yaxşıdır. Mən bəyənirəm hər iki komandanın piklərini. İkilinin son oyununa kesid alırıq. Artıq qalibi bəlli edəcək bu oyun. Olacaq. Məncə bu oyun uşaqlar bildiyiniz kimi bir şahmat oyunu kimidir. Yəni bir səhv bütün qurduğunuz planlar, bütün qurduğunuz oyun tərzi, bütün qurduğunuz üstünlüyü apara bilər. Onun üçün çox ehtiyatlı oynamalısınız. Necə ki, məsələn, Mikotosuz Sodlane oyuncuları Lord'a vurmağa davam etdi və bunu Zesurnim qarşısını çox gözəl aldı. Və onunla da belə üstünlüyü əlində saxladı, vermədilər. İlk qarşılaşma. Hariboy, Harry Potter var. Yanqda Hüseynovdan dueller hələ ki səhv ilərləyir. Mid ikilisi çox güclüdür, Sodlane'in komandası. Məncə Usanov burada çox səhv edir. Yəni ehtiyac yoxdur, midi darlamağına icazə verməli deyil. Yavaş yavaş. İkinci dəqiqəni yerdə qoyuruq. Bax. Artıq spawn olmağa hazırlaşır. Burada Frostload alına bilər artıq. Nicat üzərində 3 Sodline oyuncusu üzərinə gəlir onun və tamamlayan at kim olacaq onu? Yangı düşə bilər Nicat o arada amma yox. Yangı icazə vermir buna. First Blood. Spotun yaktan geldi. Bu arada 4 olsaydı belki de oradan heç nə çıxmayacaqdı. Ayuz. Birisi ki bəzi oyuncular burada Ision Apollon da şutmaya bacarır. Artıq Free Turtle və Free mavi buff deyək buna. Götürə biləcəklərmi? Bu etməyi bacarırlar. Simon, Toto aldı Turtle'ı. Nicat arada qalacaq. Nicat çıxacaqmı? Harry Potter'dan bir ulti görürük və nice Apollo burada çox gözəl 3 nəfəri ultiləyir. Yan qarada qalan yox. O da geri çəkməyə bacardı. Yan.
Yangın hasar yemesi için biraz itemler lazımdı. Nicat farmını itirecek. Nicat farmını itirecek. Bence öz farmına oynamalıdır. Yank üstünlüğü kurabilir. Yani xeyli irəli gəldi burada. Nicatı kurtarmağa çalışdı ama Nicat çok farm itirib artıq. Öz lane'inə geri qayıtmalıdır. komanda logolarını kiçiltdim. Bu arada Mikoto kaçtı. Yang da burada durmadan Nicatı sanki incidir orada. Evet ki ama düşürmeye bacarmayıp. Yang fırlanır. Yox, Yangı düşürtmələri üçün stun lazımdır birinci növbədə. İkinci növbədə büyü hasarı lazımdır. Yəni büyü hasarı dediyim, məsələn, yakmanı bitirməlidirlər ən azından. Yoxsa bir hasar yeməz yəni Yang. Asan hasar yerməz. Purple kimin olacak burada? Apollo IC tarafından düşürdü. IC 10 tarafından. Ama Aribo'yla trade atmaya çalışırlar indi. Usainov tamamlamadı o kili. Tamamlayabilmedi. Kaçabildi oradan. Aribo. Aysion 3 nəfəri qaldırır burada. Çox az canı var Usanovun. Luskav'ın da canı azdı orada. Luskav'ı da düşürdüler. Ay. Usainov'u da düşürdüler. Yanda yine 1v3'ünü atır burada. Yank hasar yeməz ki. Kill alabilecek mi be? Yank hasar yeməz orada. Nicat'ı araya salabilirler mi? Yok. Biraz fikirlər çıxmağa bacarır. Buradan artık yavaş yavaş kulelere başlayarlar ya gençim. 5 dakikanın yerini koymuş. Artıq mid turretunun düşdüyünü görürük. Bir qədər safe oynamalıdır. Sizin komandası. Farm tercih var. Farm fərqi varsa, o farm fərqini bağlayana qədər safe oynamalıdırlar. Yavaş yavaş taretler dağılır. Esas killer değil, az önce de gördük bunu. Kill cəhətdən üstün olsun Sodolayın. Sörleyin kazanmayı bacarmıştı. Baxaq bu cəbhə necə olacaq? Yanga kömək gələr mi orada? Yang'a kömək ehtiyacı yoxdur. Yang'ı ancaq stunlayıb kule altında stunlasalar, məsələn Apollo tutsa kulenin altında elə öldürə bilər. Ya bəlkə də heç orada da ölməz. Yəni baxın özünüz görəsiz. Yang'da canlandırı da var. Bu arada Turtle da geldi. Turtle üstünlüğü hələ ki Sodoline'dadır. Çevrilip Turtle alabilirler. Turretlar oynuyorlar. İndi D2 kulesine düşürəcəklər DC kulesini. Yang burada önce partlamanı alacaq. Hələ də hasar yemir. Bu bilirsiniz nədir? Həm psixoloji baskı edir Yang onlara, həm də ki farmlamağına imkan vermir. Başlarına yəni çox qatır. O sırada Mikoto məsələn ormanlarını götürür, Şerif burada kuleləri açır. Eyni anda 3 oyuncunun dediğin kimsə başını qatır burada. Başını qatır, hə, ay sağ ol.
Yəni farmlamağa da imkan vermir. Onu da öldürə də bilmirlər. Çünki itemləri bitirməlidirlər. Gərək baş qoşmayırlar. Ona qarşı Esmer daha yaxşı dayanır. Orada Apollo kili yox, qaçdı. Lord da olub. Lane'də üstünlüyü qura bilmir. Lord'da bir hücuma çıxa bilər Sodoline komandası. Amma bu arada yəni dediyimiz kimi o Yang'ın baş qatmasıyla bütün demək olar ki qüllələri Bəli, elə edirlər. Elə edirlər. Young yəni sadəcə 3 nəfərin ən azından başını qatır və komandaları Ustanov məsələn görüş verə bilmir, middə açıla bilmirlər, ya qarşıda da açıla bilmirlər. Girib bütün knopkaları alır. Bax məsələn multiliyiblər, hasar yedi yox, heç nə. Baxın bir dənə vəziyyətə. Bir killəri alırlar, nəhayət Apollo Haribo Efraim'i alır. Buradakı qüllələri də dağıdacaqlar artıq. Lord da gəlir. Amma az öncə də belə olmuşdu əslində. Sodoline'ın erkəndə bir 10 dəqiqə qədərki müddətli üstünlüyü var idi. Sonra Surname çevirməyi bacarmışdı. Bax bu dəfə belə bir şey olacaq. Orada öz səhvlərini zübatına çevirdilər. Yəni Mikotosuz Lord'a girdilər. Orada da canları az idi və onu Surname çox yaxşı dəyərləndirdi. Yang ölməsi şey, Yang'a yəni lazımsız bütün knopkalarını verirlər məsələn Yang'a. İndi Lord'u defləyə bilməyəcəklər məsələn. Artıq Lord amma yenə də orada üstünlüyü var Şerif'dən. Gülləkli gəlir və artıq mərkəz güllədə yoxdur və yavaş-yavaş icad da düşəcək orada. 2 oyuncu yoxdur artıq. Yəni dediyim kimi Yang girir bütün knopkalarını alır oyuncuların Zessunayım klanının və onunla birlikdə oyuncular artıq nəsə bir həmlə eləmək istəyəndə cavabsız qalır Zessunayım klanı bu oyunculara qarşı. Məsələn burada Yang'ı tutdular, bütün knopkalarını verdilər. Yang burada yenə ölmədi ya bütün oyuncuları Sodoline komandası hasarlarını tamamlayır və oyunu udurlar. Yəni belə yəni məqsəd bildinizdə yəni Yang'ın nədir oyunu. Bəli, bütün knopkalarını alır. Heç nə deyə bilmirlər onun qarşısında. Sodoline playoff və Təmiz qələbə. qazanır. Təbriklər, həqiqətən çox yaxşı oynadılar. Sodoline playoff mərhələsinə keçid edir. Yəni təkcə oyunculara baxsaz, Aribon'un öldüyünə görə o da tankdır məncə. Məncə də ölsün. Yəni ölsə yəni bir şey dəyişmir. Tankdır yəni hasar tanklayıb. Komandasına pozisyon yaradıb və orada ölə bilər. Və siz oyuncuların ölmədiyini görə bilərik. Sodoline'ın qələbəsi ilə bu oyunda yekunlaşır. Bir müddət sonra növbəti oyun olan Sad Victory Foot Esports oyunuyla qarşınıza gələcək. Hələ ki bizdən bu qədər.